Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Güvən nəşrlərinin 11-ci siniflər üçün keçirdiyi 6-cı sınavın suallarının izahına baxaq. 31-ci testə baxaq. Subarktik və tropik iqlim qurşaqlarının fərqli xüsusiyyətlərini seçəcəyik. İqlim tiplərinə bölünmür. Subarktik iqlim qurşağı iqlim tiplərinə bölünməsə də, tropik iqlim qurşağı rütubətli tropik və kontinental tropik iqlim tiplərinə bölünür. Ona görə birinci ifadəni fərqli xüsusiyyət kimi götürürük. 2. Avrasiya və Şimali Amerika materiklərində yayılmışdır. Bu, hər iki iqlim qurşağı üçün oxşar xüsusiyyətdir. 3. Yayıldığı ərazilərdə ekstremal təbii şəraitə rast gəlinir. Bu da oxşar xüsusiyyətdir, götürmürük. Yalnız ekvatordan şimalda yayılmışdır. Bu, fərqli ifadədir, götürürük. Deməli, subarktik iqlim qurşağı yalnız ekvatordan şimalda yayılsa da, tropik iqlim qurşağı ekvatordan cənubda da yayılmışdır. 5. Yayda mülayim hava kütlələri hakim olur. Bu xüsusiyyəti biz fərqli xüsusiyyət kimi götürürük. Deməli, subarktik iqlim qurşağına biz bilirik ki, yayda mülayim hava kütlələri daxil olur. Tropik iqlim qurşağında isə ilin bütün vaxtlarında tropik hava kütlələri hakim olur. 6-cı ifadə mövsümi dəyişikliklər baş verir. Bu oxşar xüsusiyyəti götürmürəm. Hər iki iqlim qurşağında qismən mövsümi dəyişikliklər baş verir. Belə ki, doğru cavabımız olacaq 1, 4, 5 C variantı. 32-ci testə baxaq. Xəritə sxemə əsasən dekabr-fevral aylarının daha rütubətli keçdiyi əraziləri müəyyən edin. Xəritə sxemə nəzər yetirsək, biz ekvatordan şimalda və cənubda müəyyən əraziləri görürük. Dekabr-fevral ayları biz bilirik ki, şimal yarımkürəsində qış aylarıdır. Cənub yarımkürəsində isə yay aylarıdır. Şimal yarımkürəsində qış aylarının rütubətli keçdiyi ərazilər biz bilirik ki, subtropik iqlim qurşağının Aralıq dənizi iqlim vilayətidir. 1 və 2-ci məntəqələr bura uyğun gəlir. 5-i götürmürük, subtropikin musson tipinə uyğun gəlir. Cənub yarımkürəsinin dekabr, yanvar, fevral, yəni yay aylarının rütubətli keçdiyi ərazilərə isə cənub subekvatorialı götürürük. 6-cı məntəqə bura uyğun gəlir. Doğru cavab 1, 2, 6 Y variantı olacaq. 3 ilə 4-ü götürməliyik, çünki şimal yarımkürəsində yerləşən subekvatorial iqlim tipidir. 33-cü testə baxaq. Günəş 10 dərəcə şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsindəki hansı enliyə düşür? Gəlin məsələnin sxemini çəkək. Günəş bu ekvator xətti olsun. Günəş 10 dərəcə şimal enliyində zenitdədir. Bura 90 bucaqla düşür. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər. Biz baxaq görək 50 dərəcə cənub enliyinə günəş şüaları neçə bucaqla düşür. 10 dərəcə şimal ilə 50 dərəcə cənub arasında dərəcə fərqi. Biri şimal, biri cənub olduğuna görə toplayırıq. Edir 60 dərəcə. 90 dərəcədən də 60 dərəcəni çıxsaq, edir 30 dərəcə. Deməli, 50 cənub enliyinə günəş şüaları 30 dərəcə bucaqla düşür və düşdüyü bucaq qədər şimal yarımkürəsində hansı enliyə düşür? Şimal yarımkürəsində hansısa bir enlik var ki, həmin enliyə günəş şüaları 30 dərəcə bucaqla düşür. Enliyi bilmirəm, enliyi ikisindən işarə etsək, bucaqların fərqini tapaq. 90 dərəcə çıxılsın 30 dərəcə, 60 dərəcə. Deməli, həmin bu enliklərin arası 60 dərəcə edir. 10 dərəcə şimal enliyindən 60 dərəcə yuxarıya, yəni şimala doğru getsək, 10 dərəcə üstə gəl 60 dərəcə edir 70 dərəcə şimal enliyi. Məntəqəni tapdıq ki, məntəqə 70 dərəcə şimal enliyi imiş. Doğru cavab C variantı. 34-cü testə baxaq. Şərqi Avropa regionu üçün səciyyəvi deyil. Orta Rusiya və Valday yüksəklikləri yerləşir. Bu fikir aiddir Şərqi Avropa regionuna. Cavan dağlar mövcuddur. Bəli, məsəl üçün Krım dağlarına misal göstərə bilərik. Həmçinin Avropa ilə Asiyanın sərhədində yerləşən Qafqaz dağlarına misal çəkə bilərik. C-yə baxaq. Buzlaq relyef formaları geniş yayılmışdır. Bəli, Şərqi Avropa regionunda şimal hissədə xüsusilə buzlaq relyef formaları yayılmışdır. Mülayim kontinental iqlim tipi yayılmışdır. Bəli, aktiv vulkanlar vardır. Bu doğru fikir deyil. Şərqi Avropa regionunda aktiv vulkanlar mövcud deyil.
Növbəti testə baxaq. 35-ci testə baxaq. Hansı burun materikin ucqar cənub nöqtəsi deyil? Mariato burnu Şimali Amerika materikinin ucqar cənub nöqtəsidir. Piyay burnu Avrasiya materikinin ucqar cənub nöqtəsidir. Frauret burnu Cənubi Amerika materikinin ucqar cənub nöqtəsidir. Cənub-şərq burnu Avstraliyanın ucqar cənub nöqtəsidir. Doğru cavab C variantı olacaq. Almadi burnu Afrikanın ucqar qərb nöqtəsidir. 36-cı testə baxaq. Hansı ada Sakit Okean və Nazca tavalarının divergent sərhədində yerləşir, yəni ayrılma sərhədində yerləşir? Təbii ki, bu Paska adası olacaq. İslandiya adası ümumiyyətlə Atlantik okeanında yerləşir. Müqəddəs Yelena, Böyük Britaniya Atlantik okeanında yerləşir. Madagaskar adası Sakit okeana düşmür, Hind okeanında yerləşir. 37-ci testə baxaq. Ölkəmizin sərhədlərində yerləşən dağ silsilələri sərhədlərdə yerləşsin. A variantı getdi, Dübrar-Brovar sərhəddə düşmür. B variantı getdi, Qarabağ silsiləsi Peştəsər sərhəddə düşmür. C variantı Murovdağ, Niyaldağ getdi. D variantında Ləngəviz getdi. Doğru cavab Y variantı olacaq. Talış dağları İranla sərhəddə yerləşir. Zəngəzur dağları isə Ermənistanla sərhəddə yerləşir. 38-ci testə baxaq. Xəritələrdə eyni yağıntıya malik nöqtələri birləşdirən xətlər necə adlanır? İzogetlər adlanır təbii ki. İzobarlar eyni təzyiq, izoqalinlər eyni duzluluq, izoseytlər eyni zəlzələ, izobatlar eyni dərinlik. Doğru cavab A variantı olacaq. 39-cu testə baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Ovalıqlar və onlara aid olan doğru əlamətləri seçəcəyik. Mississippi ovalığı platforma sahəsində yerləşir. Bu doğru fikirdir. Götürürəm. Turan ovalığı Cənubi Asiyada yerləşir. Bu səhv fikirdir. Turan ovalığı Mərkəzi Asiyada yerləşir. Kür-Araz ovalığı şimal-qərbdən cənub-şərqə doğru mütləq hündürlük azalır. Doğru ifadədir. Kür-Araz ovalığında şimal-qərbdən cənub-şərqə doğru, Xəzər sahillərinə doğru mütləq hündürlük azalır. Götürürük. Laplato ovalığı Sakit okeandan gələn hava kütlələrinin təsiri altındadır. Laplato ovalığı Cənubi Amerika materikində yerləşir. Ovalığın qərb hissəsində Ant dağları vardır. Ant dağları təbii ki, Sakit okeandan gələn hava kütlələrinin qarşısını kəsir. Ona görə də Laplato ovalığına daha çox Atlantik okeanından gələn hava kütlələri təsir göstərir. 5. Almaniya-Polşa ovalığı barxanlar geniş yayılmışdır. Barxanlar biz bilirik ki, yol relyef formalarıdır. Səhralar üçün xarakterikdir bu relyef formaları. Ona görə 5-ci ifadə səhvdir, götürmürük. Mesopotamiya ovalığı Cənub-Qərbi Asiyada yerləşir. Bəli. Doğru cavab 1, 3, 6 A variantı olacaq. 40-cı testə baxaq. Xəritə sxemə əsasən trias çöküntülərinin yayıldığı ərazini müəyyən edin. Biz bilirik ki, respublikamızda trias çöküntüləri deməli, Naxçıvan ərazisində, Dərəliyəcdə yayılmışdır. Doğru cavab B variantı olacaq. İkinci ərazidə, deməli, Ceyrançöl ərazisidir ki, burada neogen çöküntüləri yayılmışdır, götürmürük. Bu ərazilərdə isə 4-cü dövr çöküntüləri geniş yayılmışdır. Doğru cavab B variantı olacaq. 41-ci testə baxaq. Dekan yaylası və Böyük Çin düzənliyi üçün oxşar əlamət. Şərqi Asiyada yerləşir. Dekan yaylası Cənubi Asiyada yerləşir. A variantı getdi. Subtropik iqlim qurşağında yerləşir. Böyük Çin düzənliyinə aiddir bu fikir. Dekan yaylası subekvatorial iqlim qurşağında yerləşir. Akkumulyativ düzənlikdir. Bu Böyük Çin düzənliyinə aiddir. Dekan yaylası denudasiyondur. D-yə baxaq. Mussonların təsirinə məruz qalır. Bəli, bu oxşar xüsusiyyətdir. Götürürəm. Dekan yaylası və Böyük Çin düzənliyi hər iki ərazi mussonların təsirinə məruz qalır. Y variantına da baxaq. İqlimin formalaşmasında Hind okeanının rolu böyükdür. Bu əsasən Dekan yaylasına aiddir. Böyük Çin düzənliyinə Sakit okeanın təsiri daha çoxdur. 42-ci testə baxaq. M məntəqəsində havanın temperaturunun sutkalıq gedişi verilmişdir ki, sutkalıq temperatur amplitudasını soruşur bizdən. Sutkalıq temperatur amplitudası nə idi? Biz bilirik ki, sutkalıq temperatur amplitudası deyəndə biz sutka ərzində ən yüksək temperatur ilə ən aşağı temperatur arasındakı fərqi tapırıq. Ən yüksək temperatur biz baxırıq ki, burada müsbət 7 dərəcə Selsidir. 7 dərəcə Selsi çıxaq. Ən aşağı temperatur isə -5 dərəcə Selsidir. -5 dərəcə Selsi. Hər iki mənfi olan zaman biz üzərinə gəlirik 12 dərəcə Selsi.
Doğru cavab C variantı olacaq. Növbəti testə baxaq. Nival buzlaq relyef formalarını müəyyən edin. A variantına baxaq. Təknəvari dərələr, moren tirələri elə A variantı olacaq. Biz bilirik ki, buzlaq relyef formalarına aiddir troq dərələri, moren təpələri, moren tirələri, kar, sirk və s. 44-cü test. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Materikin şərq hissəsində yerləşir. Buzlaq mənşəli relyef formaları üstünlük təşkil edir. Seismik cəhətdən sabitdir. Bu xüsusiyyətlərin hamısının aid olduğu Lavrentiya yüksəkliyidir. Materikin şərq hissəsində yerləşir. Buzlaq mənşəli relyef formaları burada var və əsasən platforma ərazisinə uyğun gəlir. Missisipi ovalığı materikin cənub hissəsində yerləşir. Şimali Amerika materikinin böyük hövzə, həmçinin Kolorado, bunlar materikin qərb hissəsində yerləşir. Meksika sahili ovalıq da uyğun gəlmir. Doğru cavab A variantı olacaq. 45-ci testə baxaq. Tropik enliklərdə daha güclü siklonların baş verməsinin səbəbi əlbəttə ki, təzyiq fərqinin daha böyük olmasıdır. Səhraların geniş sahə tutması, illik temperatur amplitudunun böyük olması, yağıntıların az düşməsi, sutkalıq temperatur amplitudunun kiçik olması, bu ifadələrin heç biri siklonların baş vermə səbəbi deyil. 46-cı testə baxaq. Ural dağları hansı geoloji erada yaranmışdır? Biz bilirik ki, Ural dağları Kaledon Hertzin dağ əmələ gəlmə mərhələsinə uyğun gəlir və era olaraq da Paleozoy erasında yaranmışdır. 47-ci testə baxaq. Sürüşmənin daha intensiv getdiyi ərazi. Biz bilirik ki, sürüşmə üçün əsas xüsusiyyətlər, yəni sürüşməni daha da intensivləşdirən xüsusiyyətlər hansılardır? Ərazinin meyilli olması və həmin ərazidə rütubətin, yəni yağıntıların daha çox olması həmin ərazidə sürüşməni intensivləşdirir. Bu əraziyə uyğun gəlir. Ceyran çöl getdi. B variantı olacaq. Böyük Qafqazın orta və yüksək dağlığı. Salyan düzü, Samur dəvəsi, Mil düzü uyğun gəlmir. 48. Şax taxtı və Nehrəm yataqları üçün ümumi əlamət. Şax taxtı bilirik ki, travertin yatağıdır. Nehrəmdə isə duz yataqları var. Daş duz yatağıdır. Bu xüsusiyyət Nehrəmə aiddir. Böyük Qafqaz tektonik qalxmasında yerləşir. Bu ifadə doğru deyil. Qeyri-filiz faydalı qazıntı yataqlarıdır. Bəri, travertin ehtiyatları və duz ehtiyatları hər ikisi qeyri-filiz faydalı qazıntılar sayılır. Aşağı Araz çökəkliyində yerləşir. Bu səhv ifadədir. Az öncə də bildirdik ki, Nehrəm daş duz yatağıdır. 49. Doğru olmayan fikri müəyyən edin. Aya baxaq. Kür-Araz ovalığı Kür çökəkliyinin çox hissəsini əhatə edir. Bu doğru ifadədir. Yan silsilənin ən uca zirvəsi Şaxdağdır. Doğru ifadədir. Gülüstan və Şərur düzləri Naxçıvanın Araz boyu düzənliklərinə aiddir. Bu da doğru ifadədir. Qazangöl dağ zirvəsi Talış silsiləsində yerləşir. Bu yanlış ifadədir. Qazangöl dağ zirvəsi Zəngəzur dağlarında yerləşir. Y variantı Yaşma düzü Xəzər sahilində yerləşir. Bu da doğru ifadədir. Götürmürük. Növbəti testə baxaq. Eyler-Venn diaqramında verilmiş iqlim diaqramlarına əsasən uyğunluğu müəyyən edin. İqlim diaqramlarına aid olan xüsusiyyətləri uyğunlaşdırıb seçəcəyik. Birinci iqlim diaqramına nəzər yetirsək, biz iyun, iyul, avqust, yəni yay aylarında temperaturun daha yuxarı olduğunu müşahidə edirik. Deməli, bu məntəqə şimal yarımkürəsində yerləşir və rütubətli ayların isə qış ayları, yəni dekabr, yanvar, fevral ayları olduğunu müşahidə edirik. Deməli, bu məntəqə şimal yarımkürəsində subtropikin aralıq tipidir. İkinci diaqrama nəzər yetirsək, biz burada deməli, dekabr, yanvar, fevral aylarında temperaturun daha yuxarı olduğunu müşahidə edirik. Təxminən 25-26 dərəcə Selsidir və iyun, iyul, avqust aylarında isə temperaturun daha aşağı olduğunu müşahidə edirik. Deməli, bu məntəqə cənub yarımkürəsində yerləşir. Rütubətli ayların isə biz əsasən yay ayları, yəni cənub yarımkürəsinin yay ayları, dekabr, yanvar, fevral aylarının rütubətli olduğunu müşahidə edirik. Bu, deməli, cənub yarımkürəsinin subekvatorial iqlim tipinə uyğun gəlir. İfadələrə baxaq. 1. Cənub yarımkürəsi üçün səciyyəvidir. Az öncə də qeyd etdiyimiz kimi, ikinci diaqram cənub yarımkürəsinə uyğun gəlir. İkinci ifadəyə baxaq. Aralıq dənizi iqlim tipinə xasdır. Bu birinci diaqrama uyğun gəlir.
3 keçid iqlim qurşağına aiddir. Bu hər iki diaqrama uyğun gələcək. Belə ki, birinci diaqram subtropik, ikinci diaqram isə subekvatorial iqlim qurşaqlarına aiddir. 3 hər iki ifadəyə uyğun gəlir. 4-ə baxaq. Yağıntılar əsasən ilin isti dövründə düşür. Bu isə 4-cü ifadə isə cənub subekvatorialına uyğun gəlir. Yağıntılar əsasən cənubda olan yay ayları, yəni dekabr, yanvar, fevral aylarına uyğun gəlir. 1-ə 2, 2-yə 1, 4, 3-ə 3. Doğru cavab B variantı olacaq. Növbəti testə baxaq. Dağlara uyğun gələn zirvələri seçin. Atlas dağları, Alp dağları, Appalaç dağları və Skandinaviya dağları. Atlas dağlarına uyğun gəlir Tuqqal zirvəsi. 1-ə C. Alp dağlarına uyğun gəlir Matterhorn piki. Appalaç dağlarına uyğun gəlir Mitchell zirvəsi. Skandinaviya dağlarına uyğun gəlir Qalxapiken zirvəsi. Deməli, 1-ə C, 2-yə B, 3-ə D, 4-ə isə A. Doğru cavab A variantı olacaq. Növbəti testə baxaq. Aşağıdakı fikirlərdən hansı altiplano üçün doğru deyil? Altiplano yaylası biz bilirik ki, Cənubi Amerika materikində Boliviya ilə Çili sərhəddə yerləşən bir yayladır. Ant dağlarında yerləşir, aiddir. İqlimi quraqdır, bəli, platodur. Boliviya Çili sərhədində yerləşir. Ekvatorial iqlim qurşağında yerləşmir. D variantı. 53-cü testə baxaq. 30 dərəcə Selsi temperaturda 1 kub metr havada 12 qram su buxarı var. Nisbi rütubətliyi neçə faiz olduğunu hesablayın. Nəzərə alın ki, 30 dərəcə Selsi temperaturda 1 kub metr havanın doyması üçün 30 qram su buxarı tələb olunur. Sadə formada tənasüb ilə bu məsələni həll edə bilərik. Biz bilirik ki, 30 dərəcə Selsi temperaturda 1 kub metr havanın doyması üçün 30 qram su buxarı lazımdır. 30 qrama 100% qoysaq, 12 qrama isə x faiz, nisbi rütubətliyi neçə faiz olduğunu soruşur bizdən. X bərabərdir 40% olacaq. Doğru cavab 40%. 54-cü testə baxaq. Mümkün buxarlanma 900 mm, orta illik yağıntıları miqdarı 1170 mm olarsa rütubətli əmsalını müəyyən edin. Rütubətlənmə əmsalını tapmaq üçün biz nə edirdik? Düşən yağıntıların mümkün buxarlanmaya olan nisbəti bizə rütubətlənmə əmsalını verirdi. Buradan rütubətlənmə əmsalı bərabərdir. Yağıntı nə qədərdir? 1170 mm. Mümkün buxarlanma 900 mm. Buradan da doğru cavab olacaq 1,3. Növbəti testə baxaq. Subtropik iqlim qurşağının bərabər rütubətli iqlim tipinin formalaşdığı materiklər üçün ümumi xüsusiyyətlər. Subtropikin bərabər rütubətli iqlim tipinin mövcud olduğu materiklər hansı materiklərdir? Biz bilirik ki, Avstraliya, Afrika, bir də Cənubi Amerika materikləri. Bu materiklərin hər üçü üçün aid olan oxşar xüsusiyyətləri, ümumi xüsusiyyətləri seçək. 1. Aralıq dənizli iqlim tipi yayılmışdır. Bəli, hər üç materikdə aralıq dənizli iqlim tipi yayılmışdır. Birinci ifadəni götürə bilərəm. 1 uyğun gəlir. Qütb gecə gündüzləri baş verir. Bu materiklərin heç birində qütb gecə gündüzləri baş vermir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Afrika materikində, Cənubi Amerika materikində fəaliyyətdə olan vulkanlar var. Avstraliya materikində fəaliyyətdə olan vulkan yoxdur. Ona görə 3-cü ifadə də doğru deyil. 4. Ucqar şimal nöqtələri ekvatordan şimalda yerləşir. Afrika, Cənubi Amerika materik üçün uyğundur bu ifadə. Avstraliya materikində isə ucqar şimal nöqtəsi ekvatordan cənubda yerləşir. 4-cü ifadəni götürmürük. 5. Mezozoy qırışıqlığına aid dağ sistemləri mövcud deyil. Bəli, bunu oxşar xüsusiyyət kimi götürə bilərik. Hər üç materikdə Mezozoy dövrünə aid dağ sistemləri mövcud deyil. Tropik iqlim qurşağında qərb sahil boyu quraq iqlim şəraiti formalaşmışdır. Bəli, bu ifadəni də götürə bilərik. Hər üç materikin qərb hissəsində tropik iqlim qurşağında soyuq okean cəryanlarının təsiri ilə quraq iqlim şəraiti mövcuddur. Növbəti testə baxaq. Doğru ifadələri seçək. 1. Mümkün buxarlanmanın minimum qiyməti tropik səhralarda qeydə alınıb. Mümkün buxarlanma deyən zaman biz nə başa düşürük? Temperatur. Mümkün buxarlanmaya biz buxarlanma qabiliyyəti deyirik. Bunun üçün bizə nə lazımdır? Temperatur lazımdır. Temperaturun da maksimum qiyməti tropik səhralarda qeydə alınır, yəni isti ərazilərdə. Minimum qiyməti isə
soyuq ərazilərdə, yəni qütblərdə qeydə alınır. Burada isə əksinə yazıb ki, mümkün buxarlanmanın minimum qiyməti tropik səhralarda yox, qütb ərazilərdə, qütb ətrafı ərazilərdə qeydə alınır. Ona görə birinci ifadə doğru deyil. 2. Buxarlanmanın qiyməti yerdəki istilik və yağıntılardan asılıdır. Bəli, buxarlama deyəndə biz temperatur və rütubət nəzərdə tuturuq. Yəni, buxarlanmanın getməsi üçün bizə həm istilik, yəni temperatur, həm də yağıntı, yəni rütubət lazımdır. 3-cü ifadəyə baxaq. Yer kürəsi 5 istilik qurşağına ayrılır. Bu yanlış ifadədir. 7 istilik qurşağına ayrılır yer kürəsi. 4. Quru səthindən buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Bu doğru ifadədir. Quru səthindən nə qədər su buxarlanırsa, buxarlanan həmin o suyun miqdarı quru səthinə düşən yağıntıların miqdarından heç vaxt artıq ola bilməz. 5. Mümkün buxarlanma ilə havanın temperaturu arasında tərs mütənasiblik var. Bu doğru ifadə deyil. Əksinə, mümkün buxarlanma ilə, az öncə də qeyd etdiyim kimi, mümkün buxarlanma deyəndə biz temperatur başa düşürük. Mümkün buxarlanma ilə havanın temperaturu arasında düz mütənasiblik mövcuddur. Yəni, havanın temperaturu artdıqca mümkün buxarlanma da artır. 6. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər enliklərdə isə ənistayın orta temperaturunu göstərən izoterimlərdən keçir. Bu doğru ifadədir, götürürəm. Tropiklərdə 20 dərəcəlik orta illik izoterimlərdən keçir, digər enliklərdə isə ənistayın orta temperaturunu göstərən izoterimlərdən keçir. Doğru cavab olacaq 2, 4, 6. Növbəti testə baxaq. Uyğunluğu müəyyən edin. Kvars qumu, xromit, seolit gili yataqların adlarına uyğunlaşdırıb yazaq. Kvars qumu. Kvars qumuna aiddir Hökməli, bir də Hacıvəli. Birə aid olacaq C və Y. Xromit yataqları biz bilirik ki, deməli, Laçında İpək və Kəlbəcərdə Göydərə yataqlarıdır. A, D xromit yataqlarıdır. Seolit isə Ağdağ yatağıdır. B, Tovuzda Ağdağ. Deməli, 1-ə CY, 2-ə AD, 3-ə B. Növbəti testə baxaq. Situasiya tapşırıqları gəlir. Deməli, A adası Şimali Amerika və Avrasiya tavalarının divergent sərhədində yerləşir. Bu səbəbdən burada fəaliyyətdə olan vulkanlar mövcuddur. Adada keçid iqlim qurşağı formalaşmışdır. Söhbət hansı adadan gedir? Şimali Amerika və Avrasiya litosfer tavalarının ayrılma sərhədində yerləşir. Söhbət İslandiya adasından gedir. Burada Hekla, Laki, Bardarbunga və s. kimi fəaliyyətdə olan vulkanlar mövcuddur. Keçid iqlim qurşağı, subarktik iqlim qurşağı burada mövcuddur. Gəlin tapşırıqları yazaq. A adasının adını və adanın hansı iqlim qurşağında yerləşdiyini müəyyən edin. İslandiya adası yerləşir subarktik iqlim qurşağında. A adasının yerləşdiyi 2 saat qurşağını və onun sahillərini yuyan okeanların adlarını yazın. Onun sahillərini 2 okeanın suları yuyur. Hansı okeanın suları yuyur? Şimal Buzlu okeanı və Atlantik okeanı. Daha sonra ada 14 dərəcə 24 dərəcə qərb uzunluqları arasında yerləşdiyinə burada GMT-yə görə 2 saat qurşağı var. A adasının sahəsi 103.000 kvadrat kilometrdir. Saat qurşaqlarını tapaq. Deməli, 14 qərb uzunluğu və 24 qərb uzunluğu. 14 qərb uzunluğu və 24 qərb uzunluğu. Bu 7.5 qərb, 7.5 şərq. Bu yerləşir 0 və ya 24-cü saat qurşağında. Daha sonra 23-cü saat qurşağının orta meridianı 15 qərb uzunluğudur ki, 14 qərb uzunluğu da 15 qərb uzunluğunun yanındadır. Ona görə 14 qərb uzunluğu yerləşəcək 23-cü saat qurşağında. 23-cü saat qurşağında gəlin yazaq. 23-cü saat qurşağı. 24 qərb uzunluğuna baxaq. 24 qərb uzunluğu da deməli 15 qərb uzunluğundan 7.5 qərbə 22.5 qərb uzunluğu edir. Bu 23-cü saat qurşağının qərb sərhəddidir. Daha sonra 24 qərb uzunluğu 22.5-in üzərinə 7.5 gələndə edir 30 qərb uzunluğu.
30 qərb uzunluğu da 22-ci saat qurşağının orta meridianıdır ki, 24 qərb uzunluğu da yerləşəcək 22-ci saat qurşağında. Və yaxud da bunu belə də edə bilərik. 24 dərəcə qərb uzunluğunu 15-ə bölərəm. 1, 15, qalıq qaldı 9, qalıq böyükdür 7,5-dən. Üzərinə 1 gəlirik, edir 2. Qərb olduğuna görə 24-dən çıxırıq. 24 çıxılsın 2, edir 22-ci saat qurşağı. Deməli, 24 qərb uzunluğu da düşdü 22-ci saat qurşağına. Daha sonra 60-cı test tapşırığına baxaq. A adasının sahəsi xəritədə 41,2 kvadrat santimetrdir. Bu xəritənin ədədi miqyasını hesablayın. Deməli, həqiqi sahəni biz bilirik. Həqiqi sahəsi nə qədər idi? 103.000 kvadrat kilometr. Yazaq, 103.000 kvadrat kilometr və xəritədəki sahəsi 41,2 kvadrat santimetrdir. 41,2 kvadrat santimetrdir. Bu xəritənin ədədi miqyasını hesablayın. Miqyas bərabərdir. Həqiqini böləcəyi, həqiqi sahəni xəritədəki sahəyə bölsək, 103.000 kvadrat kilometri bölək 41,2 kvadrat santimetrə bərabərdir. Cavabdan kök alacağıq. 2500 bu da edəcək 50 kilometr. Ədədi miqyas formasında yazsaq 1 santimetrdə 50 kilometr. 1 bölünsün 50, yanında da 5 0. 1 bölünsün 5 milyon miqyas.